Salam əziz dostlar. Bugünkü qonağımız Azərbaycan Milli Dirəniş Hərəkatının sözçüsü, Güneyli fəal Məcid Araz bəydir. Xoş gördük Məcid bəy. Salam, xoş gördük sizi. Bu gün nəhayət demək atəşkəs elan olundu müharibədə. Bu çox yaxşı haldır ki, yəni ölümlər dayandı. Amma belə deyək də, bu müharibə özü bir postmodern teatrı xatırladırdı sanki. Hərçənd postmodern dövrü bitib, metamodern dövrünə daxil olmuşuq çünki qan tökülür, real insan həyatları gedir. Amma bu demək 12 günlük müharibəni Tramp elan elədi ki, bitib. Məndə belə bir bu teatral təəssürat bitmir. Sanki bütün bunların arxasında qəribə bir belə bir teatrallıq, karnavallıq, belə bir oyuna bənzər bir şeylər var idi. Sanki bu hər iki tərəf danışıb bir oyun oynayırdı. Məsələn, bu sonuncu İranın cavabı məsələn Amerikanın bazalarına zərbə vurmazdan əvvəl xəbərdarlığı olması. Eynilə də İsrailin. E, Məcid bəy, əlbəttə çətindir müharibənin hansısa bir nəticələrini burada analiz eləmək. Amma sizin ümumi nəticələrinizi eşitmək istəyərdik. Güneylilər nə gözləyirdi bu prosesdə və nəyə gəlib çıxdıq? Güneylilerin öncelikle birincisi gözlentisi buydu ki umumilikdə təbii ki mümkün mərtəbə sivil insanların həyatı itməsin. Təbii ki, E, sağ. Sivil necə deyirlər altyapı ziyan görməsin. İnsanların ailələri, uşaqları, analar, atalar ziyan görməsinlər. Doğal olaraq hər bir savaşda insanların gözləntisi budur. E, Amma onunla beraber belə bir gözlenti var idi ki, hər halda bu müharibə nə şəkildə bitirsə bitsin, Güney Azərbaycanın müqəddəratı açısından müsbət bir nəticə ortaya çıxarsın. Hı hı. Yəni ola bilsin ki, bu savaşda İran dövləti məğlub olsun, məğlub olmasın, bu rejim dəyişsin və ya dəyişməsin. Hər halda insanların umudu, gözləntisi buydu ki, bu gedişat Güney Azərbaycanın müqəddəratı açısından müsbət bir şeylər ortaya çıxarsın. Bu dəqiqə oldu mu? Qısa müddətdə yox, çox dəyişən bir şey olmadı. Amma bəlkə uzun müddətdə dəyişən şeylər olar. Elə bir məndə təəssürat, gözlənti yaradıb. Uzun müddətli məsafədə deyirsiniz. Bu müharibənin demək fəsadları, nəticələri uzun müddətdə bu rejimin demontajına yaxud İranın federalizasiyasına nəsə belə bir prosesləri gətirə bilərmi sizcə? Bu müharibə İranla İsrailin müharibəsinin sadəcə bir mərhələsi idi. Əslində İranla İsrail çoxdan müharibədədirlər. E, Yəni söyləmsel olaraq zaten bu rejim qurulduğundan bəri müharibədədirlər. Amma 7 oktyabr Həmas saldırısı ilə bərabər bunlar fiili olaraq əslində müharibəyə girdilər. Özellikle Hizbullah'ın İsrail'le savaşması, daha doğrusu İsrail'in Hizbullah'ı vurup sıradan çıkartması ile birbaşa İran'la olan muharebeydi. Yaxud Amerika'nın Husiləri Yemen'de bombalayıp çok ağır şekilde pasifləşdirməsi əslində İranla olan bir müharibə idi. Eləcə də elə Suriyenin prosesləri İranla olan bir müharibə idi. Biz bunların hamısını İranın müharibəsindən kənarda görə bilmərik. Eləcə Əraqda gedən proseslər, Həşd Şəbinin və digər İran yanlısı qrupların gəldiyi nöqtəni, bunların hamısı İranla olan müharibənin bir parçası idi. Və son 12 gündə demək olar ki, yəni bu müharibə sadəcə bir yeni bir pərdəsini, yeni bir həlqəsini biz gördük ki, bəlkə də ən şiddətli və zirvə pərdələrdən biri idi. Amma mən düşünmürəm ki, bu müharibə burada bitmiş olsun. Hı hı. Yəni bu müharibənin uzun keçmişi var və bu müharibə davam eləyir. Və bu 12 günün sonrasında İran artıq heç bir şəkildə əskidən olmayacaq. Aha. E, Mən şəxsən düşünürəm ki, bir daha İrana hava hakimiyyəti qurmaq
imkanı verməyəcəklər. İran çox qısa zamanda bəli raket gücünü qoruya bildi, raket saldırılarını davam etdirə bildi. Hətta son günlərdə hipersonik raket hücumları ilə İsraili biraz necə deyirlər, şaşırdıb, təəccübləndirib, atəşkəsə də zorlaya bildi. Bəlkə bu da bir faktıdır. Amma ümumiyyətlə, yəni bu raket teknolojisi və raket sahəsinin dışında İranın heç bir nailiyyəti və müvəffəqiyyəti olmadı, başarısı olmadı. Amma qarşı tərəfdən İsrailin çox böyük nailiyyətləri oldu. Məncə ən böyük budur ki, İran hava hakimiyyətini ümumiyyətlə itirdi, ümumilikdə itirdi. Hətta başkənt Tehranın belə hava hakimiyyətini itirdi. Düşünün ki, Körfəz müharibəsindən sonra Səddam Quzey və Güney Ərağın hava hakimiyyətini itirmişdi, amma Bəğdadın hava hakimiyyətini saxlamışdı. Amma bunlarda artıq bu dəqiqə o da yoxdur. Və mən düşünmürəm ki, bir daha İrana hava hakimiyyəti qurmaq imkanı və fürsəti versinlər. Və İran kimi bir dövlətin, bir ölkənin hava hakimiyyəti yoxsa, bir daha özünü toparlaması çətin olar. Dolayısıyla İran əski İran olmayacaq və İranda dərin dəyişikliklər olacaq. Bu rejimlə bərabər və ya bu rejimsiz. Hər şəkildə dərin dəyişikliklər olacaq. Və Güneylilərin də umudu budur ki, bu süreçdə Güney Azərbaycanın müqəddəratının açısından müsbət şeylər olsun. Müsbət nələr olsun, misal üçün? Təxmini gözləntiləriniz nədir? Təxmini heç olmasa bilmək olar mı? Baxın, bizim tarixi hərəkətlərimizə baxdığınız zaman mən 1900, yəni modern anlamda çağdaş tarix mən qəsd edirəm. 1905-dən bəri bizim çox sayda xalq hərəkatlarımız olub. Məşrutə inqilabı olub, Xiyabani hərəkatı olub, 1945-də milli hökumət olub. Təbii ki, təbii. Bəli, 1979-da Xalqi Müsəlman hərəkatı olub. Son, yəni 90'lardan bu yana Azərbaycan Milli Hərəkatının fəaliyyətləri olub. Yəni bunların baxdığın zaman bir çox vaxt dünya görüşləri dəyişir. Məsələn, başlarda sosial demokrat olublar. 79'da daha çox məzhəbi bir tərəfi olub. İndiki hərəkat daha çox liberal demokrat bir hərəkətdir. Çox məzhəbi və ya sol bir tərəfi yoxdur. Amma bunların hamısının bəlli ortaq tərəfləri olub, müştərək tərəfləri olub ki, bugün mən yox da ilə bütün hərəkat və fəallarımız onu azadlıq, ədalət, milli hökumət şüarında demək olar ki, xülasə eləyiblər. Yəni bizim bu hərəkətlərin hamısında azadlıq tələbi olub. Bu hərəkətlərin hamısında ədalət tələbi olub və bu hərəkətlərin hamısında öz müqəddəratına hakim olmaq istəyi tələbi olub. Şimdi biz onu milli hökumət şəklində səsləndirilir o. Təbii ki, 1946'daki, 45'dəki Azərbaycan Milli Hökumətindən ilham alınır. Amma biz onu biraz daha geniş çərçivədə öz müqəddəratına hakim olmaq mütalibəsi kimi adlandıra bilərik ki, dediyim kimi elə məşrutə inqilabında da bu var, Xiyabanında da var, milli hökumətdə də var, hətta Xalqi Müsəlman hərəkatında da var. Və yəni bizim mütalibələrimizi elə məncə ümumilikdə bu üç qavramın, bu üç necə deyirlər, istilahın içində yerləşdirmək olar. Azadlıq, ədalət və öz müqəddəratına hakim olmaq. İndi bu öz müqəddəratına hakim olmağı kimisi bütöv Azərbaycan olaraq yorumlaya bilər, kimisi müstəqil Güney Azərbaycan olaraq yorumlaya bilər, kimisi federal İran kimi yorumlaya bilər, kimisi daha yumuşaq şəkildə, mesela bilirsiniz 1905 məşrutə inqilabının əsas maddələrindən biri eyalət və vilayət əncümənləri yaxud məclisləri qanunuydu ki, Azərbaycan mücahidlərinin silah zoruyla konstitusiyaya, yəni anayasaya daxil edildi və Azərbaycan eyalət məclisi ki, Təbrizdə idi və vilayət məclisləri var idi onun. Urmiyədə, Təbrizdə, Sərabda, Xoyda və bir çox başqa şəhərdə vilayət məclisləri qurulmuşdu. Fiili olaraq 5 il Azərbaycanı yönətdi. Yəni bu dəqiqə o formülü də mesela tələb eləyənlər, uyğun görənlər var ki, biz elə aynı formüllə Azərbaycanı elə eyalət və vilayət məclisləri
qanunu ilə də daxili şəkildə idarə edə bilərik. O da bir formüldür. İndi kim necə bir yorum çıxardır, necə bir baxış açısı var, o təbii ki gedişatda bəlli olar və insanların fərqli tələbləri, görüşləri var. Amma məncə bunların hamısını elə milli hökumət yaxud daha geniş bir çərçivədə öz müqəddəratına hakim olmaq tələbinin içərisində görmək və tanımlamaq olar. Məcid bəy, maraqlıdır. Bax, siz deyirsiniz Azərbaycan Milli Hərəkatı, amma İran kifayət qədər böyük bir ölkədir, regionun ən böyük ölkələrindən biridir və İran çox millətli bir ölkədir. Mənim yadıma SSR-nin dağılması dövrü düşür, perestroika dövrü idi bizim gəncliyimiz. O zaman SSR-dəki milli demək respublikalar, milli muxtar belə deyək də qurumlar, milli azlıq da demək olar ona, bu hərəkatlar bir-biri ilə əlaqədar olurdu. Sizin İrandakı başqa bir belə bir hərəkatlarla əlaqəniz var mı? Ümumiyyətlə bu durum nə yerdədir? İnsanlar bu müharibədən sonra yenə də həminki əvvəlki şəraitdə yaşamağa razı olacaqlarmı? İran dövləti, mən onu deyə bilmərəm dəqiq, biz bunu bilmirik. Məlumat azdır və hər iki tərəf, istər İran tərəfi, istər İsrail tərəfi, təbii ki, propaganda ilə məşğuldular hər iki tərəf. Hər iki tərəf özünün qalibiyyətini elan eləyir, amma gözlə görünən belədir ki, İranın belə deyim, reputasiyasına ağır bir zərbə dəyib. Yəni İsraili bir göz qırpımında silən dövlət, hədə qorxu gələn dövlət, faktiki siz demişkən hava məkanını müdafiə edə bilmədi də. Yəni bu dövlət reputasiyasına böyük bir zərbə dəymiş, sarsıntı keçirmiş bir dövlət. İnsanlar başqa bir demək yəni etnik başqa bir etnosa məxsus insanlar, qeyri-fars millətlər. Bu insanlar artıq yenidən bu İran dövlətində yaşamağa, keçmiş həyata qayıtmağa razı olacaqlarmı? Siz dediniz artıq heç zaman keçmiş həyat qayıtmayacaq. Necə düşünürsünüz? Durum nə yerdədir? Yəni bilirsiniz ki, İran bir imperatorluq qalıntısıdır. Yəni dünyada bəlkə də nadir hala imperatorluq şəklində yaşayan və davam edən ölkələrdən biridir. Onlardan biri Rusiyadır. Rusiya Federasyonudur. Biri İrandır. Yəni nadir ölkələrdən biridir. Bu mənada ki, çox millətli, çox etnikli və çox dinli bir ölkədir. Rusiya kimin, Rusiya Federasyonu kimin. İranda bir çoxluq etniki yoxdur. Yəni hardan baxsan təqribi olaraq %40% türk var, %40% fars var. Qalan %20 də ərəb, kürd, bəluç və digər etniklər var. Başlıcaları bunlardılar. Daha alt qruplarda bölmək olar. Və bunların hər birinin özünün bu dəqiqə güclü deyə biləcəyimiz siyasi hərəkətləri var. Yəni kimisi yəni toplumsal hərəkətlər mənasında çox güclüdür. Türklərdə olduğu kimi, özəlliklə Güney Azərbaycanda. Kimisi təşkilatı tərəfi daha güclüdür, Kürdlərdə olduğu kimi. Amma hər birinin özünün ayrı siyasi hərəkətləri var. Ki, hər bir hərəkətin də özünə görə güclü və zəif tərəfləri var. Təbiətən bu millətlərin siyasi hərəkətlərinin bir-biri ilə əlaqələri var, bağlantıları var. Misal üçün, indi İranda fərqli millətlərin siyasi təşkilatlarından oluşan bir neçə quruluş var. Misal üçün, İran millətlərinin demokratik birliyi və ya koalisiyası adında bir quruluş var ki, bizim təşkilatımız da onun üzvüdür. Yaxud Federal İran Millətlər Konqresi deyə bir quruluş var və buna bənzər başqa quruluşlar da var ki, orada çox saylı millətlərin təşkilatları bir araya gəliblər və hamısının proqramında, yəni ən xəfif şəkildə desək, ədəm-i mərkəziyyətçi bir sekular demokrasi tərəfdarıdırlar bunlar hamısı. Yəni mərkəziyyətçi olmayan, ədəm-i mərkəziyyətçi, yəni dediyim kimi kimisi federalizm deyil, kimisi konfederalizm deyil, kimisi fərqli formullar deyil, amma ədəm-i mərkəziyyət bunun ümumi bir adı ola bilər. Yəni təbii ki, bu millətlərin əksəriyyəti
bu şəkildə artıq yaşamaq istəmirlər. Hatta Fars milləti ki, indi İranda əslində hakim etnikdir. Yəni çoxluq olmasa da, amma mərkəzdə olması itibarilə və siyasi proseslərin gətirdiyi vəziyyət itibarilə hakim etnikdir. O da ümumiliklə bu vəziyyətdən razı deyil. Yəni onların da demokratiya tələbləri var, onların da azadlıq tələbləri var, onların da ədalət tələbləri var, onların da sosial yaşantı tələbləri var. Yəni artıq irticaçı bir şəriət rejimində bir çoxu yaşamaq istəmir. Amma bir tərəfdən də hər halda bilirsiniz ki, İran rejimi çox qəddar bir rejimdir. Yəni dünyadakı başqa rejimlərə bənzəmir. Bir çox dəfə xalq etirazlarını qanlı şəkildə bastırıb. Ən son məsələ bu bir qadının saçının görünməsindən dolayı öldürülən bir qadın var idi. Kürt kökənli, Məhsa Kürt Əmin, əsilli. Məhsa Məhsa Əmininin e, öldürülməsindən sonra ortaya çıxan hərəkətlərdə indi xarici qaynaqlar dedilər ki, 1500 nəfər öldürüldü İranın təhlükəsizlik qüvvələri tərəfindən. Sonra bunlar özləri çıxdılar, dedilər, yox, biz 1500 adam öldürməmişik, 250 nəfər öldürmüşük. hmm. Yəni əslində necə deyirlər, e, özlərinin bir istilahları var. Ozr bəttərəz qunah, yəni özür günahdan daha ağırdır. Yəni sən deyirsən ki, mən 1500 öldürməmişəm, 250 öldürmüşəm. Yəni 250 nəfəri öldürmək az bir şeymi yəni? Qorxunc bir şeydir əslində və bu bir çox dəfə olub. Az yəni şey olmuyor. Və biz gördük ki, Suriyədə necə qətliamlara İran imza atdı. Yəni Bəşər Əsədin arxasında durub necə prosesləri apardığını gördük. Ona görə İran özünə məxsus qəribə bir ölkədir ki, həqiqətən bilinməyən və dəyişkən çox tərəf var İranda. Rejimin özünə məxsus komplekslər, yəni qarmaşıqlıqları var, toplumun özünə məxsus qarmaşıqlıqları var. Yəni o qədər Türkiyə türkcəsi ilə desəm, indi Azərbaycandakı qarşılığını bəlkə deyə bilmirəm. Çox bilinməyənli dənkləmdir İran. Yəni o qədər çox bilinməyənli bir dənkləmdir ki, indidən oturub yəni onu tam net analiz eləmək həqiqətən bəlkə çətin olar ki, nəticə nə olacaq. Amma buna məncə qəti bir şəkildə baxmaq olar ki, İranda artıq dəyişimin prosesi başlayıbdır. Bu qaçınılmazdır. Və bu dəyişim prosesində də İran-İsrail müharibəsi istər elə qızğın və hiddətli şəkildə getsin, yaxud arxadan və necə deyirlər, daha görünməyən, daha az silahların istifadə olduğu bir şəkildə davam eləsin, bu dəyişimi məncə sürətləndirəcəkdir. Məcid bəy, mən dünən İsrail demək mənbələrini dinləyirdim. E, Aydındır, mən başa düşürəm ki, hər iki tərəf propaganda ilə məşğuldur. Təbii ki, müharibə gedirdi. Orada bir şərhçi maraqlı bir məqamı önə çəkdi. Dedi ki, baxın deyir, dünən Tehranın çox şiddətli bir bombalanması baş verib və bundan sonra və bundan əvvəl də deyir ki, İranın rəsmi demək e, rəsmiləri ortaya çıxıb danışan, İranı təqdim edən, ümumiyyətlə İran rəsmilərindən ortada yalnız Xarici İşlər Naziri Əraqçı, bir də Prezident Pezeşkiyandır. Ortada biz deyir, müharibə ərzində bütün bu 12 gündə nə bircə dəfə rəhbəri gördük, nə də bu güc mərkəzləri, Sepahın gücünü, nə bilim, onların təqdim eləyəcəyi adamları, belə bir adamlar üzə dəymədi. Pezeşkiyan və Əraqçı nisbətən belə deyək də daha yumuşaq tərəfinə, İran hakimiyyətinin daha yumuşaq tərəfinə aid edilir və həmin şərhçi dedi ki, onun fikrincə hətta rəhbərin ölümünü o belə istisna eləmir. Elə hesab eləyir ki, ola bilər ki, bu bombalanmalarda rəhbərin özü də məhv edilib və ona görə də İran hakimiyyətində belə bir xaos, başpozluqluq hökm sürür və ortaya çıxan danışa bilən rəsmilər ancaq Əraqçı ilə Pezeşkiyandır. Siz belə bir ehtimalı istisna eləmirsiniz ki, ola bilərmi ki, rəhbər də məhv edilsin və belə bir halda
İran hakimiyyətində, ali məqamlarda nə baş verəcək? Əgər doğrudan bu baş veribsə, belə bir şey olubsa. Hmm, Herhalde İran tarafında bazı şeyler tamamıyla çöktüler. Onlardan en önemlilerinden biri elə hava məkanıydı ki, ümumiyyətlə İranın kontrolündən çıxdı. Biri də istihbarat şəbəkəsi və istihbarat sistemləri idi ki, demək olar İran bu məsələdə tamamilə çöktü. Dəhşətli E, idi, evet. Bəli, yəni İran istihbarat sahəsində yəni heç bir müqavimət göstərə bilmədi və tamamilə daha ilk gündə ölkənin Genelkurmay Başkanı, yəni baş qərargah rəisi hər halda deyilir. E, Yəni daha birinci həmlədə ölkənin Genelkurmay Başkanı və devrim muhafızlarının rəisi. Ən kritik şeylər, yəni dolayısıyla ölkədə ciddi bir istihbarat çöküşü oldu. Ona görə də bunlar Xameneyini aparıb çox gizli yerlərdə gizlətdilər və bunu da heç yəni millətdən gizlətmədilər ki, Xamenei gizlənib də. Hətta bilinçli bir şəkildə Xamenei arada bir dəfə çıxıb ki, Trump dedi, çıxın şərtsiz təslim olun və Xamenei bir video kaydı ilə dedi ki, yox biz şərtsiz təslim olmayacağıq. O məncə bilinçli bir şəkildə bəlli idi ki, bir dar bir otaqda, bir sığınaqda danışır. Yəni o ışıqdan, o səsin yankısından, o səsin yəni indikasından, o videonun teknikindən, yəni hər kəs, yəni yorumçular dedilər ki, bəllidir ki, bu bir sığınaqda danışır. Hər halda müharibənin 4 veya 5-ci gününə qədər Xamenei öldürülməmişdi. Çünki çıxdı danışdı. Ondan sonrasında da yəni belə bir ümumi qənaət oluşdu və e, elə bir cür Netanyahu və Trump özləri də ifadə elədilər ki, əslində bizim Xameneiyə əlimiz çatırdı, sadəcə özümüz hələ öldürməmişik, gözləyirik. Yəni bu dəqiqə Xameneinin öldürülmüş olma ehtimalını təbii ki istisna eləmək olmaz. Amma o cür bir hələ ki bir imarə görünmür, o cür bir işarə görünmür. Və düşünürəm ki, öldürsələydilər, bu İranda indiki mərhələdə bir kaosa nədən ola bilərdi. Yəni İranda sırf kaos olmasın deyə məsələ kontrollü şəkildə çözülsün deyə Xameneini öldürməmiş ola bilərlər. Necə ki İranda toplumsal kaos olmaması üçün mesela bunlar bəzi altyapıları vurmadılar. Misal üçün polis təşkilatını vurmadılar. Hı hı. Elektrik santrallerini vurmadılar. Ondan sonra doğal gaz pompaj merkezlerini vurmadılar. Çünkü bunlar bir yerlerdiler ki yani onları sen sıradan çıkarttığın zaman toplumsal kaosa sebep olur. Ve sen onu sonra kontrol elemen çok çətin olur. Yani daha çok nükleer ve Sipahın əskeri altyapılarını vurdular. Hatta ordunun belə, yəni ərtəş deyilən rəsmi ordunun belə hava qüvvələrindən əlavə qara qüvvələrini yəni Sipah qədər, yəni devrim mühafizləri qədər ağır bombalamadılar. Yəni hədəfləri çox bilinçli seçdilər ki, bir tərəfdən rejimi dizə çöktürsünlər, amma bir tərəfdən də ölkədə sivil kaos yaranmasın. Yəni bu çox bəlli idi hədəf seçimlərindən. Mən düşünürəm ki, yəni bəlkə də Xameneini öldürmək istəsələr həqiqətən də öldürə bilərdilər. Çünki İranda gerçək mənada istihbarat çökmüşdü və hətta o qədər bunlar özləri də qorxmuşdular və Xameneini gizlətmişdilər ki, arada Əraqçı və Pezeşkiyan belə Xameneyi ilə bağlantı qura bilməmişdilər ki, İstanbulda biz Amerika ilə müzakirə eləyək və ya yox. Hər halda bilgiz oldu da, elə bir məlumat da çıxdı ki, Erdoğan araya girdi. Trump dedi tamam İstanbul'da danışaq. Pezeşkiyan və Əraqçı da tamam dedilər. Amma Xameneini tapıb danışa bilmədikləri üçün İstanbul oturumu ləğv edildi və ondan sonra o gecə Fordo nükleer təsisi vuruldu. Yəni o qədər bunu gizlətmişdilər ki, artıq prezident belə ona çata bilmirdi. Çünki bilirdilər bizim istihbaratımız çökübdü. Yəni mən öldürülmə olasılığını bu mərhələdə az görürəm. Amma gələcəkdə olarmı? Olar yəni. İsrail o mərhələ gələrsə və ehtiyac görülürsə, məncə Xameneini də sıradan çıxarda bilər. Yəni İsrail üçün çətin olacağını düşünmürəm.
Siz dediniz Erdoğan'ın araçılığı, araçılıq təşəbbüsü var idi. Amma qəribədir ki, bu sülh Araqçının Moskvaya gedişindən sonra baş verdi. Araqçının Moskvaya gedişində orada qeyd eləmişdilər ki, demək, ali rəhbərin Xameneyinin xüsusi bir məktubunu Rusiyanın prezidentinə Putinə ötürüb və getdi, gəldi. Əvvəl dedilər ki, heç bir hadisə baş vermir, amma qəflətən gecə vaxtı Tramp elan elədi ki, tərəflər dayanmalıdır, 12 günlük müharibə bitir və sülh başlayır. Sizcə yəqin Rusiyanın da bu işdə təşəbbüsü ola bilərmi? Təsiri olub da yəqin ki. Çox böyük ehtimalla Türkiyənin Ukraynada da sülh təşəbbüsləri oldu, alınmadı. İranda da sülh təşəbbüsü oldu, alınmadı. Hər halda indi böyük güclər Türkiyəyə belə bir yəni şeyi tanımaq istəmirlər, imtiyazı vermək istəmirlər. Kimin anlayıram mən. Bu mənim şeyimdir, analizimdir. Doğru da olmaya bilər. Amma Rusiya hər zaman İran konusunda belə deyək də alverin içində olubdu. İlk baştan hem İran içinde üstünde çok büyük tesire malikti. Yani ciddi bir iddia var ki Hasan Xamenei özü Moskova'da bilmem ne Milletler Barış Üniversiteti diye bir üniversitet var. Patrice Lumumba Milletler Barış Üniversiteti mi? Var elə Öyle bir bir. üniversitet olması lazım. Yani ciddi bir iddia var ki Xamenei özü ora məzunudur. Hətta diplomalar falan da çıxartdılar amma indi mən tam qəti də deyə bilmirəm ki, hən elədir ya deyil, amma elə bir iddialar da ortaya atıldı yəni. Hətta oranın bilmem o kayıtları falan çıxardıldı. Belə bir şeylər də danışıldı. Amma indi hər halda onu %100 mən təyid edə bilmirəm, amma o da ciddi bir söyləntidir. Amma Rusiyanın İranın üstündə çox dərin bir təsiri olduğu faktıdır. Rusiyanın Trump'la nə qədər yaxın əlaqəsi olduğu da zaten bəllidir hamıya. Və ən başından da belə bir ehtimal verilirdi ki, Rusiyanın Amerika Ukrayna ve İran üzerinde bir alvere geçsinler. Yani böyle bir ihtimal verilirdi. Hatta misal üçün son günlerde mən belə bir xəbər eşitdim ki, Amerika ilə Rusiyanın ticari əlaqələri başlayacaq və yaxında iş adamlarının oturumları və səfərləri başlayacaq. Mən öz-özümə düşündüm ki, əcəba bu İran qarşılığında verilmiş olan bir imtiyaz ola bilərmi? Yəni elə bir sual yarandı mənə. Hər şey ola bilər. Maraqlıdır, maraqlıdır. Biz bu gedişatı izləyəcəyik. Hər halda doğrudan da bu qeyri-adi bir hadisə oldu bu yay müharibəsi. Məcid bəy, sonda sizdən soruşmaq istəyirəm. Siz Milli Dirəniş Hərəkatının sözçüsünüz. Sizin hərəkatın amalı nədədir, nədən ibarətdir? Qısaca bizim tamaşaçılara, seyircilərə bunu anlada bilərsinizmi? Danışa bilərsinizmi? Azərbaycan Milli Direniş Təşkilatı 2006 ilində quruldu və bizim quruluş itibarilə təşkilat proqramımız öz müqəddəratına təyin etmə haqqı idi. Sadəcə olaraq biz 2024 etibarilə, keçən sənə etibarilə təşkilat proqramımızı güncəlləyərək İranda federalizmi təşkilat proqramı olaraq qəbul elədik. Yəni bizə görə İranın idarəsi üçün ən yaxşı proqram ki, böyük daxili müharibələrin də qarşısını alsın, eyni zamanda özgürlükçü və adil bir sistem olsun və dünya tərəfindən də qəbul edilsin. Bizcə federal İran Cumhuriyyəti ola bilər. Federalizm. Demək sizin idealınız İranın federallaşmasıdır. Yəni siyasi proqram olaraq bəli. Ən azından feili mərhələdə. Gələcəyi millətlər özləri qərar verərlər. Təbii ki, biz bütün millətlərin öz müqəddəratına hakim olma haqqını da yəni istisna etmirik. Bu da bütün millətlərin haqqıdır. Amma o bir haqdır ki, millətlərə aiddir. Bizim bir təşkilat olaraq proqramımız federalizmdir. Ama tabii ki bütün milletlerin öz müqəddəratını təyin etmə haqqı da zaten vardır. Yani o bizim təşkilatımızdan asılı olmayan bir şeydir. Aydındır. Minnətdaram sizə bu söhbət üçün. Sizə uğurlar arzu edirəm.
Biz də bu hadisəni izləyirik, hadisələri. Çünki bu Azərbaycan Respublikası üçün də çox vacib əhəmiyyət daşıyırdı. Şükür ki, Evet. müharibənin bu qanlı tərəfi dayandı. İndi siyasi tərəfə rəvac veriləcək diplomatik danışıqlara. Ümid edirik ki, bu məsələni diplomatik danışıqlar yolu ilə çözüb bir yana gətirmək olar. Minnətdaram sizə. Mən Məcid, sizdən təşəkkür edirəm. Sağ olun, var sağ olun. olun.